Bu, gənclərin 99%-nin sevdiyi məhsullardan biridir. Nori, yəni dəniz yosunu. Amma sən o necə istehsal olunduğunu bilirdinmi? Hər səhər işçilər 2 dəfə dənizə çıxır, xüsusi torların köməyi ilə təzə dəniz yosunlarını toplayırlar. Sonra onları limana gətirir, böyük kisələrə yığır və zavoda daşıyırlar. Zavodda yosunlar böyük çənlərə düşür, orada təmizlənir və qoxusu aradan qaldırılır. Bunun üçün sənaye kimyəvi maddələrindən istifadə olunur. Axı yosunlar təkcə yapışqan deyil, həm də kifayət qədər pis qoxuya malikdir. Daha sonra onları xırdalayır, yenidən yuyur, qarışıqlardan süzür və xüsusi formalara göndərirlər. Kütlə kvadrat tor formalara sıxılır ki, artıq suyu çıxsın, sonra isə quruducu kameraya göndərilir. Bundan sonra vərəqlər kəsilir, qızardılır və səliqə ilə qablaşdırılır. Beləcə xırtıldayan, ətirli nori vərəqləri yaranır. Onları suşiyə əlavə edir və ya qəlyanaltı kimi yeyirlər. Amma indi bu yosunların hansı prosesdən keçdiyini biləndən sonra sən hələ də onları əvvəlki iştahla yeyəcəksən.